Son zəncə verilmir əzizim. Cinayət məsuliyyətdə qardaşım belə şeylər qət olmaz. Qarşıdan son zəng gəlir. Bu günlərdə diqqət çəkmək üçün bəzi məzunlar avtomobil kirayə eləmək həvəsinə düşürlər. Və sürücülük vəsiqəsi olmayan şəxslərə avtomobil verilirmi? Özümüzü sürücülük vəsiqəsi olmayan müştəri kimi bəzi rentakar adlandırdığımız şirkətlərə müraciət eləyəcəyik. Görək onlar bizə avtomobil verəcək, yoxsa yox. Hər vaxtınız xeyir olsun. Biz sabah axşama maşın götürmək istəyirik. Sabah Bəli. günlük. Deməli 13-ü bizdə olacaq, bir də 14-ü səhər qaytaracağıq da son zəngə görə götürürük. Yox qardaşım verilmir son zəncə. Bəli. Son zəncə verilmir əzizim. Pravası olanla gəlsək götürə bilmərik. Xeyr. Cinayət məsuliyyətdə qardaşım belə şeylər qət olmaz. Bildim, başa düşdüm. Ən böyük məsuliyyətdir. Bildim. Çox sağ ol. Alo, salam, hər vaxtınız xeyir olsun. Hər vaxt olsun. Ayın 13-dən maşın sifariş eləmək istəyirəm. Nə maşın var? Bizdə son zəngi olacaq, elə bil ki, Bildim əzizim, neçə yaşın var sən? 18 olmayıb. Aha. 18 olmayan maşını verirlər bura. Bax belə, rentakar şirkətləri ilə əlaqə saxlamağa çalışsaq da 3-4 şirkət telefonlarımıza ümumiyyətcə cavab vermədi. Bəziləri isə 18 yaşdan aşağı ümumiyyətcə avtomobil vermədiklərini, 24 yaş limitinin 2 illik təcrübənin vacibliyini vurğuladılar. Avtomobil kirayəsi üçün əsas şərtlərdən biri sürücülük vəsiqəsinin olmasıdır. Buna baxmayaraq bəzi hallarda qaydaların nə dərəcədə gözlənildiyi ilə bağlı suallar yaranır. Yeniyetmələrin sükan arxasına keçməsi həm onların, həm də digər hərəkət iştirakçılarının təhlükəsizlik baxımından risk hesab olunur. Məhz bu səbəbdən mövzunu araşdırmağa davam edirik. Bu sahədə yeni fəaliyyət göstərən bəzi rentakar sahibləri var ki, bu kimi hallara yol verir. Sürücülük vəsiqəsi olmayan şəxslər haqqında cəlbedici belə deyim, video, şəkillər öz səhifələrində paylaşırlar. Bu hal təbii ki, yol verilməzdir. Sürücülük hüququna malik olmayan şəxslərə maşın vermək ümumiyyətlə qəti qadağandır. Bunlar təbii ki, yol verilməz faktlardır. Eləcə də rentakar və əməkdaşlardan əlavə olaraq həmin son zəng keçirdən şagirdlərin, tələbələrin öz valideynləri də bu hallara fikir verməli, diqqət eləməli, nəzarət altında saxlamalıdır. Yəni son zəngini xoş gün kimi yadda qalsın. Nəinki faciəvi bir gün kimi yadda qalmağını təbii ki, heç birimiz istəmərik. Buna görə daha çox cəmiyyət olaraq fikir vermək lazımdır, diqqət etmək lazımdır bu kimi hallara. Elə bir hallar da olur ki, ofisə daxil olan 2 dənə yaxın dostdan biri sürücü vəsiqəsini göstərir, amma digəri maşına belə deyim, daha maraqlı yanaşır deyə biz öncədən hiss edirik, 6 ildir bu işdəyik. Öncədən hiss elədiyimizə görə ümumiyyətlə pravası olan şəxsə də, sürücülük vəsiqəsi olan şəxsə də maşın icarəyə vermirik. Bakı şəhər Dövlət Yol Polis İdarəsi qarşıdan gələn son zəng tədbirləri ilə əlaqədar avtomobil icarəsi şirkətlərinə müraciət ünvanlayıb. Qurum sürücülük hüququ olmayan şəxslərə avtomobil verilməməsini tövsiyə edib və belə halların aşkarlanacağı təqdirdə qanuna müvafiq tədbirlərin görüləcəyini bildirib. Baku S. Az Abbas Ləsəd, Asim Zülfüqarov.